şəriət qadağan edir. Hər bir şey ki, ağlı aradan aparır, onu bizə nə edir? Qadağan edir. İçki niyə haramdır? Çünki ağlı aradan aparır. Narkotik vasitələr sağlamlığı aradan aparır və həm də ağlı sənin başından alır. Ağlı başdan alan təbii vasitələrdən biri də ki, biz bəzən onun fərqinə varmırıq. Həzrəti Əli bizə onu rivayətdə qeyd edir. 5 şey deyir, onlardan biri də nədir? Bir insanın ağlını başından alan vasitələrdən biri də vəzifədir. Çünki insan ağlı başından gedir, bilmir nə edir. Bəzi insanları siz görmüşsünüz də, vəzifədən qabaq, belə hörmət, salam, kəlam. Vəzifəyə gələndən sonra bir də görsən nədir? Səni saymır. Bir neçə nəfər vardı burada, namaza gələnlər var idi. Zaman nədir? Bəzən nədir? Namazı tərk edirlər belə insanlar. Çünki nədir? Vəzifədə bir sərxoşluq var ki, o sərxoşluq bəlkə də heç o içki, o araqda da yoxdur. Ona görə əziz qardaşlar, Allah nifrət edir. Dördüncü o şəxslərə ki, onlar vəzifələrindən sui istifadə edib, öhdəsində olan insanlara nə eləyərlər? Zülm eləyərlər.